المغضوب عليهم ولا الضالين. Allahu Akbar. Это праздник всех мусульман мира. Часто для меня это большой праздник после поста в месяц Рамадан. В этот день мы начинаем день с праздничной молитвы айт-намаз. После айт-намаза мы друг друга поздравляем с праздником Ороза, дарим друг другу подарки. Это день символизирует единство и братство всех мусульман. فذكر إن نفعت الذكرى سيذكر سنقرئك فلا تنسى إلا Ya böyle eleyim buradan gelsin ki. Yo baba. Dünya müsəlmanlarının, bütün müsəlmanların hamısının kim orucun, Allah Ramazan bayramını mübarək eləsin, kim oruç tutur, oruçlarını qəbul etsin. Bütün müsəlmanları, nəinki müsəlmanları, bütün dünyaya sülh arzulayıram. Heç vaxt müharibə olmasın. Həmişə əmin-amanlıq olsun. Ən başlıcası da elə öz xalqımızı da birinci növbədə. Belə ölkələr var ki, yəni acdılar, müharibə içindədirlər. Yəni çox əziyyət çəkirlər. Ona görə də Allahdan arzu eləyərdik ki, bir mömin olaraq, bir Azərbaycanlı olaraq, bir müsəlman olaraq ki, bütün dünyada müsəlmanların vəhdəti olsun və bu dünyada yəni ki, Ramazan bayramını bütün müsəlmanlar yəni bizdə olduğu ki, firavanlıqla qeyd edə bilsinlər. və bizim ətrafımızda baş verən hadisələr, müharibələr, insan qırğınları, günahsız insanların qanı tökülür. Tezliklə bu müharibələrin dayanmasını biz Allah Teala'dan dua elədik və Azərbaycanı bu günləri mən təbrik elədim ki, bugün Allah Teala imkan yaradıb ki, torpaqları, azad torpaqlarda məscidlərdən azan səsləri gəlir.